El bilir ki sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Masallı rayonunda 100'e yakın məktəb, 106 kənd var. O məktəblərin içərisində yeganə məktəb Səməd Vurğun adına məktəb. Bu kənddədir, Türkoba kəndindədir və yeganə heykəl də burada qoyulub. Ona görə biz bu heykəlin qədrini bilməliydik və biz bu heykəli necə deyim, bərpa eləməliydik. Mən bugün bu məclisdə iştirak edən Kərbəlayı Elçin İmam Əliyev adlı bir şəxslə tanış oldum. Bu məni tanış edən bu kəndin, bu regionun böyük ziyalısı İsa müəllimlə tanış olduq. O bizdə Elçini tanış elədi və o öz boynuna götürdü ki, bəli, mən öz maliyyə dəstəyimlə bunu edəcəyəm. Bu kəndin ağsaqqalları adından, bu kəndə qonşu olan Şatroban kəndinin bu gənc sahibkarını ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Mən ona görə vaxtı çoxalmaq istəmirəm və sözü Elçin, Kərbəlayı Elçinə vermək istəyirəm. Buyur Elçin. Alqışlar, alqışlar, alqışlar. Salamlayıram hər birinizin, müəllimlərinizi salamlayıram. Minnətdarım qardaşlarım. Hər birinizə təşəkkür edirəm. Əlimdən gələni etməyə bundan sonra da hazırım. Çox sağ olun, təşəkkür ediyorum. Bugün çox gözəl bir tədbirə yığışmışıq. Bizim də təhsil aldığımız məktəb Səməd Vurğun Türk və Kənd Tamarda məktəbinin belə bir gündə başlanğıcını siz qoyursunuz ki, təsəvvür edin ki, təzədən bu məktəbin tikilməsi üçün dəfələrlə müraciətlər olunub. Siz də müraciət eləmişsiniz, əvvəlki rəhbərlik də müraciət edib, rayon rəhbərliyi də müraciət edib. İnşallah dövlət tərəfindən təzə məktəbimiz tikiləcək. Ancaq bugün bizim imkanımız daxilində sağ olsun ki, sahibkarımız sizin təşkilatçılığınızla maliyyə dəstəyi, sahibkarın maliyyə dəstəyi ilə Səməd Vurğun heykəli təmir olundu. Bugün biz bu təmirin açılışına yığışmışıq. Buna görə əməyi olan sizə, qardaş müəllim, sahibkarımız Elçin Kərbəlayıya biz təşəkkür edirik. Təşəkkür edirik ki, belə bir maliyyə dəstəyini bizə göstərdi və bunu təmir etdi. İnanıram ki, bundan sonra bu bizim başlanğıcımız olacaq. Məktəb uşaqları, təhsil aldıqları məktəbdə dövlət tərəfindən təmir olunacaq. İnşallah təzədən, yenidən biz məktəbin açılışına yığılacaq belə bir tədbir. Sağ olun. Masallı sahibkarların inkişaf yolu zəngin və təqdirə layiqdir. Sahibkarlar, iş adamları bazar iqtisadiyyatının damarını tutmağa çalışırlar. Sahibkarların və sahibkarlıqla məşğul olanların artması Masallının, gənclərimizin çiçəklənməsi deməkdir. İndiki zamanda yalnız zəhmətkeşlik, ayıqlıq, zirəklik, üzəgörənlik udur. Ölkə rəhbəri cənab Prezident İlham Əliyev sahibkarların işinə həmişə qayğı və köməkli göstərir. Onların halal quruculuq işinə meydan verir. Əməksevərliyin, fərasətin var, əməlini, hünərini göstər. Gənc sahibkar xeyriyyəçi Kərbəlayı Elçin deyir ki, mənimlə Allahım arasında bir əhdim var. Zəhmətlə dolanmaq. Həmişə xalqa dayaq olaq ki, Allah da bizə dayaq olsun. Söhbət zamanı Kərbəlayı Elçin İmam Əliyev dedi. Masallı rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədovun bu sahaya xüsusi diqqət yetirməsi bizim də məsuliyyətimizi artırmışdır.
Doğma yurdumuzun çiçəklənməsi, qüdrətlənməsi üçün hər birimiz böyük zəhmət sərf etməliyik. Rayon və kəndlərimizin abadlığı, səliqə sahmanı, təmizliyi üçün var qüvvəmizi əsirgəmirik. Elçin İmamaliyev gəncdir. Həyatdakı uğurlu dövr sahibkarlığın həyata vəsiqə aldığı gündən başlayır. Ölkədə yüzlərlə sahibkarlıq subyekti yaradılıb ki, onlar ölkə iqtisadiyyatının müxtəlif sahalarının inkişafına öz töhfəsini verirlər. Elçin İmamaliyev də sahibkarlığın inkişafında yaratdığı imkanlardan istifadə edir, harda ehtiyac duyulursa əməyini, köməyini əsirgəmir. Özü haqqında az danışır. Gördüyü işi, xeyrətçiliyini dilə gətirmir. Öz adının çəkilməsini belə istəmir. Nə edirəmsə, Allah rizası üçün edirəm deyir. Balığı at dəryaya, balığı bilməsə, balı gülər deyib dediklərimiz. O həm də şəhid ailələrinə, ziyalılara diqqət və qağı göstərir. İmkansızlara, xəstələrə əl tutur. Xeyrətçilik tədbirlərində iştirak edir. Tərcümə halından qısa sətirlər. İmamaliyev Elçin Məmmədağaoğlu 10 dekabr 1994-cü ildə Masallı rayonunun Şatırba kəndində zəhmətkeş ailədə dünyaya göz açır. Orta təhsillidir. Ağac kökdən su içər deyiblər. Atası el arasında Mamet kimi tanınan Məmmədağa kişi fəhlədir. Onu kətdə, ətraf yerlərdə zəhmətkeş, işgüzar insan kimi tanıyırlar. Anası Gülərə bacı Safxoz dövründə təsərrüfatın müxtəlif sahalarında çalışır. Hazırda kənd məktəbində xadimə işləyir. Öyrəndim ki, Elçin İmamaliyev Murov dağlarında xidmət edir. Əsgərlikdən sonra Bakı şəhərində müxtəlif tikinti sahalarında, su idman sarayında çalışmışdır. Hazırda yaratdığı Şatırba kəndində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həm də xeyrətçidir. Məşəd və Kərbala ziyarətlərində olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Rayon və kənd yerlərində keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Elçin İmamaliyev söhbət zamanı dedi. Bəli, sahibkarlığın inkişafı dövlətin inkişafıdır. Kəndimizdə bir çox abadlıq, tikinti işləri görülür. Yeni obyektlər açılıb. Yollarımız tam asfaltla örtülür. Türküva ərazisində yerləşən Şatırba kəndi gündən-günə gözəlləşir, abadlaşır. Üstünə al-alvan naxışlar düşür. Quran buyurur, insan odur ki, onun yaxşı işi, əməli ilə izi qalar. Kərbala Elçinin gördüyü işlər xalq üçün savab bir əməldir. Kollektivdə neçə ailənin dolanışığına şərait yaradır. Onların dolanışığı, məşğulluğu burada təmin edilir. Bu çox önəmlidir. Masalının hörmətli cənab başçısı Araz müəllimin təşəbbüsü ilə və dəstəyi sayəsində Şatırba kənd Natiq Əkbərov adına tam orta məktəbinin yolu asfaltlaşdırılır. Uşaqlar məktəbə rahat gedib gəlirlər. Biz sahibkarlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə, rayonumuzun icra başçısı cənab Araz Əhmədova minnətdarlığımızı bildiririk. Ərazidə hamı sahibkar Kərbala Elçin İmamaliyev haqqında gördüyü xeyirxah işlər barədə razılıq edir. Leyla Əzizova, Türküva ərazi nümayəndəsi. Elçin İmamaliyev gənc sahibkar, ərazidə keçirilən bütün tədbirlərdə fəal iştirak etməklə yanaşı,
kəndin abadlaşdırılmasında da fəallıq göstərir. Elçin kəndimizdə olan gənclərə həmişə nümunə göstərir. Ona tapşırılan hər bir işin öhdəsindən layiqincə gəlir. Belə sahibkarların təşəbbüsü kəndin abadlığına, gözəlləşməsinə xidmət edir. Bu yolda ona uğurlar diləyirəm. Gördüyü işlərə görə çox sağ ol Elçin. Arzu edirəm ki, kəndimizdə sənin kimi gənclərin sayı çox olsun. Səninlə fəxr edirik. Tural Nuriyev, Türküvə kənd sakini. Cəmiyyət üçün xeyirli işlər görən, kəndini abadlaşdıran, gözəlləşdirən hər kəsdən Allah razı olsun. O cümlədən də Elçin qardaşımızdan. Atdığı nümunəvi addımda biz də imkan qədər Kərbəlayı Elçinin yanında olduq. Belə gənc sahiblərin inkişafı cəmiyyətin inkişafıdır. Tədbirlərimizdə iştirak edən İsa müəllim, sizə də təşəkkür edirəm ki, kənd haqqında yazırsınız, paylaşırsınız. Öz növbənizdə xeyirxah insanlara dəstək olursunuz. Çox sağ olun. Kərbəlayı Elçin hələ gəncdir. Qarşıda onu daha məsuliyyətli xeyirxah işlər gözləyir. Onun torpağa, insanlara olan sevgisi, hörmət və ehtiramı sonsuzdur. Ümidvarıq ki, yaxın zamanlarda o daha böyük uğurlara imza atacaq. Axan çaylar sən kiminsən, mənə körpü salanım. Doğan gülər sən kiminsən, məndən işıq alanım. Sonsuz fəza sən kiminsən, məndə qana çalanım.